Marneuli Bələdiyyəsinin Tamariz kəndində titullu cüdo idmançılarının iştirakı ilə daha bir ustad dərsi keçirildi. Gənc idmançılar arasında təcrübə mübadiləsi aparmaq və peşəkar bacarıqları inkişaf etdirmək məqsədi daşıyan idman məşqləri Köyməkardi Regional Klubu tərəfindən təşkil olundu. Köyməkardi üzrə bölgə məşqləri davam edir. İndi də Tamarizə gəlmişik. Komandamıza Caba Babinaşvili qatıldı. O da güclü idmançıdır. Yeniyetmələr çox həvəslə məşqlərdə iştirak edirlər. Artıq nəticələrini də görürük. Bu isə gələcək nəsillər üçün əhəmiyyətli rol oynayır. Bugün Tamarizdə məşqdəyik. Buraya ölkənin ən titullu çempionları gəlib. Onlar bizə bilmədiyimiz müəyyən fəndləri öyrədirlər. Bu da bizə çox böyük həvəs verir. Ümid edirəm, belə görüşlər gələcəkdə də davam edəcək. Mən bir çox şəhərlərdə, yarışlarda və məşqlərdə olmuşam. Bu cür ustad dərsləri məni daha çox gəlişdirir.